Hər vaxtınız xeyir olsun, dəyərli həmkarlar, dəyərli izləyicilər. Müəllimlərin işə qəbulu və sertifikasiya imtahanı üçün təşkil olunmuş vebinarımızdan hər birinizi salamlayıram. Mən Əliyev Zamiq, Türkiyə Dəyanət Vakfı Bakı Türk Liseyinin tarix müəllimi. İcazənizlə təqdimatımıza başlayaq. Birinci test tapşırığımız bu hökümdarın dövründə Hindistan vahid dövlət halında birləşdirildi. Dövləti gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirildi. Görülən tədbirləri ölkə ərazisində yaymaq üçün 33 kitabə tərtib etdirildi. Haqqında bəhs edilən hökümdarın fəaliyyətinə aiddir. Bildiyiniz kimi söhbət Hindistanı ilk dəfə eradan və 3-cü əsrin ikinci yarısında vahid şəkildə birləşdirən Ashokadan bəhs olunur. Ashokanın fəaliyyətini nəzərə alaraq A variantında Makedon İskəndərə qarşı mübarizə aparılması. Bildiyimiz kimi Makedon İskəndər eradan 327-ci ildə Hindistana hücum etmişdi. Ashoka isə daha sonralar hakimiyyətdə olub. Buddizmin himayə edilməsi. Bəli, Ashokanın Hindistanda gördüyü mühüm tədbirlərdən biri də Buddizmin dövlət səviyyəsində himayə edilməsi idi. Kasta quruluşunun yaradılması. Kasta quruluşu eradan əvvəl 2-ci minillikdə Hinduizm dini təlimi zamanı, yayılması zamanı ortaya çıxmışdı. Ari tayfaların yürüşünə qarşı mübarizə də eradan əvvəl 2-ci minillikdə Ari tayfaları bura köç etmişdi. Ashokanın fəaliyyəti isə daha çox eradan əvvəl 3-cü əsrin ikinci yarısı ilə bağlıdır. Harappa şəhərinin əsasının qoyulması isə eradan əvvəl 3-cü minillikdir. Ashokanın fəaliyyəti dövrünə aid deyil. Bildiyiniz kimi də Harappa şəhəri eradan əvvəl 2-ci minillikdə məlum olmayan səbəblərdən dağılmışdı. Növbəti test tapşırığımıza keçək. Bu test tapşırığının doğru cavabımız B variantı Buddizmin himayə edilməsi. Növbəti test tapşırığımız hadisə nəticə əlaqələrinə əsasən uyğunluğu müəyyən edin. Hadisələr və nəticələr. Qaraqoyunlu Qara Yusif Ağqoyunlara ittifaq təklif edir. Qaraqoyunlu və Ağqoyunlu feodal hakimliyi Teymurlərə qarşı birləşdi. Bunu da bilirik ki, Qara Yusif Qarayuluq Osman bəyə Teymurlərə qarşı mübarizə ittifaqı təklif etsə də, ancaq Qarayuluq Osman bəy bundan imtina etmişdi. O Teymurlərlə ittifaqa girmişdi. Ona görə birinci distraktorumuz səhvdir. Şirvanşah 1-ci İbrahim Şəki hakimliyi ittifaqa girir. Teymurun şahlığın qüvvələri məğlub edildi. Bunu da bilir ki, Şirvanşah 1-ci İbrahim Şəki hakimliyi ilə 1405-ci ildə Teymuri Mirzə Ömərə qarşı və 1412-ci ildə Qaraqoyunlu Qara Yusifə qarşı ittifaq qurmuşlar. İkinci distraktorumuz da doğru deyil. 3-ə keçirik. 1412-ci ildə Kür çayı sahilində döyüş baş verdi. Şirvanşah İbrahim və müttəfiqləri məğlub oldu. Nəticədə Qara Yusifin hakimiyyəti Kürdən şimaldakı ərazilərdə yayıldı. Şirvanşah İbrahim də Qara Yusifin ali hakimiyyətini qəbul etdi. 4-cü distraktorumuzda Qaraqoyunlu dövlətində mərkəzi hakimiyyətə qarşı qiyamlar baş verdi. Cahanşah Teymurlərdən təzminat alaraq Heratı tərk etdi. 1458-də Qaraqoyunlu dövlətin hökmdarı Cahanşah Teymurlərə hücum edərkən oğlanları Pirbudaqla Həsənəli atalarına hakimiyyətinə qarşı qiyam qaldırdılar. Bu xəbəri eşidən Cahanşah da 1459-cu ildə Teymurlərin paytaxtı Heratda müqavilə imzaladılar və Heratı tərk edib geri çəkildi. Demək, 3 və 4-cü distraktorumuz doğrudur. Cavab C bəndi. Digər bir test tapşırığımıza baxırıq. Cədvələ əsasən Ağqoyunlu dövlətinin xarici siyasətini müəyyən edin. Müəyyən müddət müttəfiq olduğu dövlətlər. Baxırıq A variantı Moskva çarlığı. Bildiyimiz kimi Ağqoyunlu dövləti Moskva çarlığı ilə danışıqlar aparsa da, diplomatik əlaqələr qurulsa da, ancaq onunla ittifaq qurmamışdı. Səfəvilər dövləti də Ağqoyunlu dövləti ilə ittifaqa girməmişdi. B variantı da yanlışdır. Cavabımız 1-də C olacaq. Şirvanşahlarla 1488-ci ildə Səfəvi Şeyx Heydərə qarşı ittifaq qurmuşdular. Digər hissəyə keçsək, müəyyən müddət mübarizə apardığı dövlətlər, demək, Ağqoyunlu Qaraqoyunlarla mübarizə aparsa da, ancaq o zaman hələ Ağqoyunlu dövlət deyildi. Onun üçün də A bəndi səhv olur. Teymurlər dövləti ilə 1469-cu ildə mübarizə aparıb, 1472-73-cü illərdə də Osmanlı dövləti ilə Ağqoyunlu dövləti mübarizə aparmışdı. Bunları nəzərə alaraq cavabımız D variantı 1-ə C, 2 B, C.
Digər bir test tapşırığımıza keçsək, xəritədə ərazisi işarələnmiş Bəylərbəyliyin 18-ci əsrin 1-ci rübü tarixi üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Xəritəyə diqqət edirsək, biz Kürdən şimaldakı ərazilərə işarə qoyulduğunu görürük və bunu da bilirik ki, Kürdən şimaldakı ərazilərdə Şirvan Bəylərbəyliyi var idi. Burada diqqət etməyə olduğumuz məsələ 18-ci əsrin 1-ci rübü tarixidir. Bir də deyilir ki, ərazinin bir hissəsinin Rus qoşunları tərəfindən işğal olunması. Bəli, 1722-23-cü illərdə Rus qoşunlarının hücumu nəticəsində Şirvan Bəylərbəyinin bir hissəsi işğal olunmuşdur. Bu da 18-in 1-ci rübünə uyğun gəlir. Əlqas Mirzənin başçılığı ilə üsyan baş verməsi, bəli, 1-ci, 2-ci Əlqas Mirzənin qiyamları Şirvan ərazisində baş versə də, o zaman 18-ci əsrin 1-ci rübü deyildi, artıq 2-ci rübü idi. Onun üçün də ikinci distraktorumuz doğru deyil. 3-də Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyulması, bu da Şirvan ərazilərində olub, ancaq 1538-dədir və o zaman da 1538-də Dərbəndilər sülaləsinin hakimiyyətə son qoyulduqdan sonra Şirvan Bəylərbəyliyi yaradılmışdı. 3-cü distraktorumuz da yanlışdır. Osmanlı dövlətinin himayəsi altında yarımüstəqil xanlığın yaranması, bəli, 1724 İstanbul sülhündən sonra Şirvanda Hacı Davudun başçılığı ilə yarımüstəqil bir xanlıq yaradılmışdı. 4-cü distraktorumuz doğrudur. Nadir xan tərəfindən ərazisi yadelli qüvvələrdən azad edilməsi, bəli, 1734-cü, 35-ci illərdə Nadir xan Şirvanda demək, həm Osmanlı, həm də Rusiya qüvvələrini çıxartmaqla bu ərazilərdə yadelli qüvvələrdən təmizləmişdi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi 18-ci əsrin 1-ci rübü tarixinə aid olmur. Doğru cavabımız burada A bəndi 1 və 4-cü distraktorlar uyğun gəlir. Növbəti test tapşırığımıza diqqət eləsək, Osmanlı hökmdarı 3-cü Əhmədin və Rusiya hökmdarı 1-ci Pyotrun həyata keçirdikləri xarici siyasətin ümumi nəticəsi. A. İşğal olunmuş ərazilərdə mövcud dövlətə son qoyulması. Demək, 3-cü Əhməd hər hansısa bir dövlətə son qoyulduğu məlum deyil. Rus hökmdarı 1-ci Pyotrun həyata keçirdiyi xarici siyasətin ümumi nəticəsi də o da işğalçı müharibələr nəticəsində bir dövlətə son qoyulduğu mövcud deyil. Səfəvlər dövləti ilə müqavilə imzalanması 3-cü Əhmədin dövründə Osmanlı ilə Səfəvlər arasında bir müqavilə imzalanmamışdır. Rus hökmdarı 1-ci Pyotrun dövründə Səfəvlərlə, daha doğrusu Səfəvi nümayəndəsi İsmail bəylə Peterburqda 1723-də müqavilə imzalansa da, ancaq o dövlət səviyyəsində qəbul edilməmişdi. Ona görə B bəndi də səhvdir. İşğal etdikləri Azərbaycan ərazilərində üsyan baş verməsi. Doğru cavabımız budur. Çünki 3-cü Əhməd və 1-ci Pyotr Azərbaycan torpaqlarını işğal edib öz aralarında bölüşdürdükdən sonra 1725 demək, Fatimə xanımın başçılığı ilə Salyanda və digər ərazilərdə, Muğamda üsyanlar baş vermişdi. 1727-ci ildə də demək, 3-cü Əhmədə qarşı, yəni Osmanlı idarəçiliyinə qarşı Qarabağda üsyanlar baş vermişdi. D variantında Balkan yarımada geniş ərazilərin ələ keçirilməsi Pyotrun Balkan yarımadasında işğalçı yürüşləri olmamışdı. Ona görə D bəndi də səhvdir. Krım xanlığının işğal edilməsi, demək, Rusiya hökmdarı 1-ci Pyotr Krım xanlığını işğal etməyə cəhd göstərsə də, ancaq onun 17-ci əsrin sonlarında bu cəhdi baş tutmamışdı. Doğru cavabımız C variantı, işğal etdiyi Azərbaycan ərazilərində üsyanın baş verməsi. Digər test tapşırığımıza keçsək, 2-ci Yekaterina və 1-ci Aleksandrın hakimiyyəti dövründə Rusiya tərəfindən işğal edilmiş xanlıqları müəyyən edin. İlk öncə xəritədə işarələnmiş xanlıqlara diqqət etsək, 1 Quba, 2 İrəvan, 3 Təbriz, 4 Bakı xanlığı göstərilmişdi. 2-ci Yekaterinanın dövründə 1796-cı ildə Valerian Zubovun başçılığı ilə Rus qoşunları Azərbaycan hücum edərək Dərbənd, Quba, Bakı və Gəncə xanlıqlarını asılı salmışdılar. 1-ci Aleksandrın işğalçılıq yürüşləri nəticəsində 19-cu əsrin əvvəllərində isə Naxçıvan və İrəvandan başqa demək olar ki, bütün şimal xanlıqlarını işğal etmişdi. Beləliklə də həm Yekaterina, həm də 1-ci Aleksandrın hakimiyyəti dövründə Rusiya tərəfindən işğal edilmiş xanlıqlar deyilsə, 1 və 4 Quba və Bakı xanlıqları. Doğru cavabımız Y bəndi. Digər bir test tapşırığımıza diqqət eləsək, Birinci Dünya müharibəsi dövrünə aid uyğunluğu müəyyən edin. Demək, xəritədə 1 rəqəmi Almaniyanın, 2 rəqəmi Osmanlının, 3 rəqəmi Rusiyanın, 4 rəqəmi İngiltərəni, 5 rəqəmi isə Fransanı göstərmişdir. Baxırıq 1 və 3, yəni Almaniya və Rusiya
qoşunları Qafqazda hərbi əməliyyatlar keçirmişdi. Bilirik ki, Birinci Dünya Müharibəsində olan 4 cəbhədən biri də Qafqaz cəbhəsi idi. Qafqaz cəbhəsində də Osmanlı və Rusiya qüvvələri toqquşmuşdu. Bu Rusiya doğrudur. Almaniya isə 1918-in iyun ayında Borçalıda Osmanlı ilə döyüş aparmışdı. Beləliklə də həm Almaniya, həm də Rusiya Qafqazda hərbi əməliyyatlar keçirmiş olur. Birinci distraktorumuz doğrudur. İkiyə diqqət eləsək, yalnız bir göstərilib, yəni Almaniya Tannenberg döyüşündə qalib gəlmişdi. Bəli, 1914-cü ilin avqustunda Rusiya ilə baş verən Tannenberg döyüşündə Şərq cəbhəsində Almanlar qalib gəlmişdilər. 2 doğrudur. Üçüncü distraktora baxsaq, 2 və 4, yəni Osmanlı və İngiltərə Balkan cəbhəsində Avstriya-Macaristan imperiyasına qarşı mübarizə aparmışdı. Balkan cəbhəsində Avstriya-Macaristanla Rusiya mübarizə aparmışdı. Ona görə Osmanlı və İngiltərə burada yanlışdır. 4-ə baxsaq, 5, yəni Fransa Şərq cəbhəsində Çar Rusiyasına qarşı mübarizə aparmışdı deyir. Bilirik ki, Fransa ilə Rusiya eyni ittifaqın Antantanın üzvüdür. Şərq cəbhəsində demək ancaq Almaniya və Rusiya mübarizə aparmışdı. Almaniya müttəfiqləri və Rusiya mübarizə aparmışdı. Ona görə Fransa cavabı doğru deyil. Beləliklə 1 və 2, yəni C bəndi doğru cavabımızdır. Digər test tapşırığına diqqət edək. Sovet Rusiyası və AXC-nin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid ümumi cəhət və ya cəhətlər. İngiltərə ilə müqavilə imzalanması. 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də 1921-ci ildə Sovet Rusiyası İngiltərə ilə müqavilə imzalamışdı. 1 doğrudur. Müəssislər Məclisinə seçkilərin keçirilməsi. Azərbaycan Xalq Cümhuriyyətində bildiyimiz kimi Müəssislər Məclisinə seçkilər haqqında qanun əsasnamə qəbul edilsə də ancaq keçirilə bilmədi. Ona görə müəssisə məclisinin seçkilərin keçirilməsi doğru deyil. Kənd təsərrüfatında kollektivləşdirmə xəttinin elan edilməsi bu Sovet Rusiyasına uyğun gəlir. Azərbaycan Xalq Cümhuriyyətində belə bir tədbir keçirilməyib. Hakimiyyətin Kommunist Partiyasının əlində cəmlənməsi bu da Sovet Rusiyası və ya Azərbaycan SSR-ə aid ola bilər. Xalq Cümhuriyyətində Kommunist Partiyası hakimiyyəti ələ keçirə bilməmişdir. Ona görə burada cavabımız yalnız 1 D bəndi. Digər test tapşırığına diqqət eləsək, 1919-cu ildə imzalanmış İngiltərə Qacarlar müqaviləsinin ləğv edildiyi ildə 1. Bildiyimiz kimi 1919-da imzalanan İngiltərə Qacar müqaviləsinə görə Qacarlar dövləti İngiltərənin tamamilə asıllığına düşmüşdülər. Bu isə daxildə narazıçılıq yaratdığına görə 1921-ci ildə bu müqavilə ləğv edilmişdir. Yəni bizdən tələb olunan il 1921-ci ildir. Bu zaman baxırıq, bir də Sovet Rusiyası Əfqanistanla müqavilə imzaladı. Bəli, 1921-ci ildə Sovet Rusiyası Türkiyə hökuməti ilə, Əfqanistanla, İranla, yəni Qacarlar dövləti ilə belə bir müqavilələr imzalamışdı. 1 doğrudur. Sakarya döyüşündə Türkiyə Respublikasının qoşunları qələbə qazandı. Bəli, Sakarya döyüşü 1921-dir. Ancaq burada yanlış olan Türkiyə Respublikası deyil. O zaman hələ Türkiyə Respublikası qurulmamışdı. Türkiyə Respublikası bildiyiniz kimi 1923 oktyabrın 29-da elan edilmişdir. 2 yanlışdır. 3. Azərbaycan SSR-də YİSİM prinsiplərinə imtina edildi. Azərbaycan SSR-də YİSİM prinsipləri 21-ci il may ayından tətbiq edilsə də sənayeləşdirmə xətti elan edildikdən sonra təxminən 1926-cı ildən YİSİM prinsiplərindən imtina edilmişdir. 4. Azərbaycan SSR-nin 1-ci konstitusiyası qəbul edildi. Bəli, Azərbaycan SSR-nin 1-ci konstitusiyası 1921-ci ildə qəbul edilmişdir. Azərbaycan Sovetlərinin 1-ci qurultayında növbəti konstitusiya 37 və 78-ci illərdə qəbul edilmişdir. Beləliklə, doğru cavabımız A bəndi 1 və 4. Digər test tapşırığına diqqət eləsək, Mustafa Kemal və Fətəli xan Xoyskinin fəaliyyətinə aid ümumi cəhət və ya cəhətlər ola bilər. Müvəqqəti hökumətə rəhbərlik etməsi. Bəli, bilirik ki, Mustafa Kemal və Fətəli xan Xoyski hər ikisi Türkiyədə Mustafa Kemal, Azərbaycan Xalq Cümhuriyyətində də Fətəli xan Xoyski müvəqqəti hökumətə rəhbərlik etmişdi. Parlamentə rəhbərlik etməsi, xeyr, bizdə demək Azərbaycan Xalq Cümhuriyyəti zamanı Əlimərdan bəy Topçubaşov sədr seçilsə də daha çox Həsən bəy Ağayev və sonradan da Məmməd Yusuf Cəfərov parlamentə rəhbərlik etmişdilər. 2 doğru deyil. Sovet Rusiyası ilə dostluq əlaqəsinin saxlanılması.
Mustafa Kemal Sovet Rusiyası dostluq əlaqələri saxlanılsa da, ancaq Fətəli xan Xoyskinin belə bir fəaliyyəti yoxdur. Onun bütün cəhdləri Sovet Rusiyası tərəfindən demək müsbət qarşılanmamışdı. Ona görə 3 doğru deyil. Şeyx Məhəmməd Xiyabani hökumətinə hərbi yardım göstərilməsi bu isə heç birinə aid deyil. Çünki Şeyx Məhəmməd Xiyabani hökuməti Fətəli xan Xoyskinin fəaliyyəti dövründə, yəni Azərbaycan Xalq Cümhuriyyətindəki fəaliyyəti dövründə uyğun gəlmir. Mustafa Kemalın dövründə fəaliyyət göstərsə də ancaq o bütün kömək təkliflərindən imtina etmişdi. Burada doğru cavabımız C, yalnız bir uyğun gəlir. Digər test tapşırığına diqqət eləsək, məntiqi ardıcıllığı tamamlayın. Türkiyədə Qurtuluş Hərəkatının qalib gəlməsi, Lozanna müqaviləsinin imzalanması 1923 iyun ayı. Bundan sonra baş verən hadisə bizdən tələb olunur. Sevr müqaviləsinin qüvvədən düşməsi. Bəli, doğru cavabımız A olacaq. Çünki Lozanna müqaviləsinə görə 1920-ci ilin avqustunda imzalanmış Antant ölkələrinin Osmanlı arasında Osmanlı torpaqlarının bölüşdürülməsi ilə bağlı olan bu müqavilə qüvvədən düşmüş hesab edildi. Sovet Rusiyası ilk diplomatik əlaqə Türkiyə 1921-ci ildən qurulmağa, 21-dən də əvvəl qurulmağa başlamışdı. Lap əvvələ gedir. Demək, TBMM-nin fəaliyyətə başlaması 1920-ci il aprel ayının 23-üdür. Bu da Lozanna müqaviləsindən xeyli əvvəldir. Qars müqaviləsi 1921-ci ildir. Bu da əvvələ gedir. Ermənilər ərazi iddialarına gümrük müqaviləsi son qoyulması, bu da 1920-ci ildir. Bu da Lozanna müqaviləsindən əvvələ aid olmuş olur. Beləliklə də məntiqi ardıcılığa nəzər salsaq, Lozanna müqaviləsinin imzalanması ilə Sevr müqaviləsi qüvvədən düşmüş oldu. Doğru cavabımız A. 20-ci əsrin 20-ci illəri Şimali Azərbaycan və 20-ci əsrin 40-cı illəri Cənubi Azərbaycanın tarixinə aid oxşar cəhət və ya cəhətlər. Milli hökumətin süqut etməsi 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə və yaxud da ondan da əvvəl 5-ci hökumətin fəaliyyətini dayandırılması ilə 1920-ci ildə Şimali Azərbaycanda hökumət fəaliyyətini dayandırmışdı. Eləcə də 1946-cı ildə də Cənubi Azərbaycanda mövcud olmuş hökumət də öz fəaliyyətini dayandırmışdı. Belə ki, hər ikisi üçün oxşar aid olmuş olur milli hökumətin süqut etməsi. İlk konstitusiyanın qəbul edilməsi, bəli, Azərbaycanın şimalında 1921-də, yəni 20-ci illərdə ilk konstitusiya qəbul edilsə də, Cənubi Azərbaycanda bu 1905-11 məşrutə inqilabının gedişində qəbul edilmişdir. Yəni 40-cı illərə aid deyil ilk konstitusiyası. İngiltərə qoşunlarının ölkə ərazisinə daxil olması Azərbaycanın şimalına, yəni Şimali Azərbaycana İngilis qoşunları 1918-də daxil olmuşdu. Ancaq Cənubi Azərbaycana 1941-ci ildə İngilis qoşunları daxil olmuşdu. Demək, oxşar cəhət deyil. Respublika idarə usulunun yaradılması Azərbaycanın şimalında Respublika idarə usulu 1918-ci ildə yaradılsa da Cənubi Azərbaycanda 40-cı illərdə Respublika idarə usulu yaradılmamışdır. Daha çox İranın tərkibində muxtariyyət uğrunda mübarizə aparılmışdır. Doğru cavabımız yalnız bir C bəndi. Heydər Əliyevin 2-ci Respublikaya rəhbərliyi dövrünə aiddir. Bildiyimiz kimi 2-ci Respublika deyiləndə Azərbaycan SSR nəzərdə tutulur. Heydər Əliyevin də Azərbaycan SSR-yə rəhbərliyi 1969-1982-ci illəri əhatə edir. Nəzər yetirsək distraktorlara, bir də mülki və cinayət məcəllələri Respublikanın ixtiyarına verildi. Bilir ki, bu hadisə 50-ci illərdə İmam Mustafayevin dövründə olmuşdu. Ona görə bir doğru deyil. Azərbaycan dilinin dövlət dili statusu saxlanıldı. 1978-ci il konstitusiyası ilə bu status saxlanmışdı. 1956-da əlavə edilmiş konstitusiya, 78 konstitusiyasında bu Azərbaycan dilinin dövlət dili statusu saxlanılmışdı. 2 doğrudur. Bakı Məişət Kondisionerləri Zavodu inşa etdirildi. Bəli, bilirik ki, 1975-ci ildə də Heydər Əliyevin dövründə Bakı Məişət Kondisionerləri Zavodu inşa etdirilmiş və fəaliyyətə başlamışdı. 4-ə baxsaq, Novruz bayramı, Bahar bayramı kimi rəsmi olaraq keçirilməyə başlandı. Bu Vəli Axundovun dövründə 60-cı illərdə baş vermişdi. Beləliklə də doğru cavabımız 2-3 B bəndi olur. Digər sonuncu test tapşırığımıza diqqət eləsək, uyğunluq pozulmuşdur. Bu, vətən müharibəsi ilə bağlı test tapşırığımızdır və ondan sonraki hadisələrlə bağlı. Burada doğru olmayan demək
distraktorları biz seçməliyik. Vətən müharibəsindən sonra Qarabağ İqtisadi rayonuna ilk qayıdış baş vermişdi Zəngilanın Ağalı kəndinə. Bilir ki, Zəngilanın Ağalı kəndinə ilk qayıdış 2022-ci ildə baş versə də, ancaq o Şərqi Zəngəzur İqtisadi rayonuna aid olmuş olur. Onun üçün də bir doğru deyil, uyğunluq pozulmuşdur. İkiyə diqqət eləsək, 2020-ci il 10 noyabr bəyanatının şərtləri pozulduğu üçün keçirilən qisas əməliyyatı nəticəsində bir sıra döyüş mövqeləri ələ keçirildi. Bəli, doğrudur bu. Qisas əməliyyatı nəticəsində Qırqız və Sarbaba yüksəklikləri ələ keçirilmişdir. 2 doğrudur. Lokal antiterror əməliyyatı keçirilənə qədər baş vermişdi Ağdam və Xocalıda əhali məskunlaşdırılması. Bilirik ki, lokal xarakterli antiterror əməliyyatı 2023-cü il sentyabrında olmuşdu. Ancaq Ağdam və Xocalıya qayıdış daha sonraki illərdə baş tutmuşdur. Ona görə 3 doğru deyil, uyğunluq pozulub. Vətən müharibəsinin gedişində ermənilərə 10 gün əlavə vaxt verilmişdi Kəlbəcər rayonunun boşaldılması üçün. Kəlbəcər rayonunun boşaldılması üçün vaxt verilmişdi, ancaq Vətən müharibəsinin gedişində deyil, 10 noyabr bəyanatı imzalandıqdan sonra, yəni Vətən müharibəsi başa çatdıqdan sonra olmuşdu bu. Ona görə 4-də uyğunluq pozulmuşdu. İkinci Qarabağ müharibəsinin gedişində azad edilmişdir Hadrut qəsəbəsi, bəli. 2020-ci ilin oktyabr ayının 9-da Hadrut qəsəbəsi də işğaldan azad edilmişdir. Bu doğrudur, uyğunluq gözlənilmişdir. Beləliklə də 1, 3 və 4-də, yəni A bəndində uyğunluq pozulmuşdur. Diqqətiniz üçün hər birinizə təşəkkür edirik. Növbəti webinarlarımızda görüşənə qədər. Sağ olun.